Sizler kanalımıza hoş gördük. Blok imtahanlarına hazırlaşmak məqsədilə trapesiyə aid bir neçə sual seçmişəm. Gəlin onların izahına baxaq. Ümid edirəm ki, bu suallar 24 may və 7 iyunda bloka hazırlaşan uşaqlar üçün yararlı olacaqdır. Təbii ki, birincisi videonu dayandırıb özünüz müstəqil həll edə bilərsiniz. Sonra isə izahına baxa bilərsiniz. Birinci sualdan başlayalım. ABS-də bir düzbucaqlı trapesiyadır misalda. FC ilə BF də tən bölənlərdir. Demək, BC-ni 12 verib, AD-ni 8 verib, DY-ni 4 verib. Misal bizdən ABS-də trapesiyasının sahəsini soruşur. Gəlin bura bir alfa yazaq, burada bir alfa yazaq. Bura bir beta yazaq, burada bir beta yazaq. Məlumdur ki, trapesiyanın yan tərəfə biçi bucaqlarının cəmi 180 dərəcədir. Yəni 2 alfa ilə 2 betanın cəmi 180-dir. Onda alfa ilə betanın cəmi də 90 dərəcə olacaqdır. Başqa sözlə baxın, alfa ilə betanın cəmi 90 ise bu SFB bucağı da 90 dərəcə olacaqdır. Gəlin biz neyniyək? F nöqtəsindən oturacaqlara paralel xətt çəkək. F nöqtəsindən oturacaqlara paralel xətt çəkək. Buna paralel çəkdim, AB-yə paralel çəkdim və DC-yə paralel çəkdim. Bu F ad da verək istəyirsiniz. FM, bura bir M nöqtəsi, FM parçasına. Daxili çarpaz bucaqların bərabərinə görə o zaman biz bura alfa yaza bilərik. Eyni qayda daxili çarpaz bucaqların bərabərinə görə bura betası, baxın burası da beta olacaqdır. Və iki bucaq bərabər, üç bucaq bərabər yanlıdır. O zaman baxırsınız, bura SM bərabərdir FM olacaqdır. Eyni qayda betalara görə də FMB bucağı da, üç bucağı da bərabər yanlıdır. O zaman burada eyni xətti yazılır. Başqa sözlər, bura 6'dır, burası da 6'dır. FM də nə olacaqdır? 6 olacaqdır. Davam edən uşaqlar, biz artıq M nöqtəsini bildik ki, M nöqtəsi BC-nin orta nöqtəsidir. O zaman bu oturacaqlara paralel çəkdiyimiz FM parçasını AD tərəfini kəsinə qədər uzadağım. Yəni paralel xətti axıra qədər uzadağım, belə deyək. Və Fales teoreminə görə M nöqtəsi BC-nin orta nöqtəsidir. Onda N nöqtəsi də AD-nin orta nöqtəsi olacaqdır. AD-nin orta nöqtəsi olacaqdır. Hətta F nöqtəsi də AY-nin orta nöqtəsi olacaqdır uşaqlar. Beləliklə, NF parçası da ADY üçbucağın orta xətti oldu. O zaman NF-imiz DY-nin yarısı 2-yə bərabərdir. Beləliklə, artıq NM-ə trapesiyanın orta xətti deyə bilərik. O zaman NM nəyə bərabərdir? 2 ilə 6-nın cəmi, yəni 8-ə. Orta xətt 8'dir. Bizdən sahəsini soruşur. Hündürlükdə gördüyünüz kimi məsələdə AD-ni bizə 8 verib. O zaman S bərabər orta xətt vuraq hündürlük 8 vuraq 8 cəmimiz oldu 64. İkinci misala baxalım. Demək ki, yenə düzbucaqlı trapesiya verilib və AB-ni CD-dən böyük verib. AB CD-dən böyükdür. Yenə bu Y nöqtəsi orta nöqtədir. Məsələdə deyir ki, alfa bucağının ala biləcəyi ən böyük tam qiyməti tapın. AD-ni də AY-yə bərabər verib. Y nöqtəsi SB tərəfinin orta nöqtəsi verib. Y nöqtəsinə oturacaqlara paralel xətt çəkək. Bura bir F nöqtəsi qeyd edək. Və CD-yə və AB-yə paraleldir. Fales teoreminə görə Y nöqtəsi orta nöqtə olduğuna görə F nöqtəsi AD-nin orta nöqtəsi olacaqdır. Yəni bu FD parçası AY parçasına bərabərdir. Və beləliklə biz FY-yə ABCD trapesiyasının orta xətti deyə bilərik. Orta xətt deyə bilərik. Gəlin bura bir A yazaq, bura bir A yazaq. Yəni hündürlüyü oldu 2A. Misal deyir ki, AD bərabərdir AY-yə. Yəni AD 2 atsa, onda AY də 2 olacaqdır. Yeri gəlmişim, bura 90 dərəcəsə, daxil bir bucaqlara görə burada 90 dərəcə olacaq. Və bu gördüyünüz üçbucaq, düzbucaqlı üçbucaqda hipotenuz katetdən 2 də böyükdürsə, onda bu katetin qarşısındakı bucaq 30 dərəcədir. Baxın, bu bucaq oldu 30 dərəcə. Buranın tamamını bizə alfa ilə işarə etdiyinə görə, onda bura qalacaqdır alfa çıxaq 30. Bura qalacaqdır alfa çıxaq 30.
Ve FDSY de bir trapeziyadır. Məlumdur ki, S bucağı kör bucaqdır. S bucağı kör bucaqsa onda daxili bir tərəfli bucaqlara görə onda bax, bu bucaq iti bucaqdır. Yəni başqa sözlə alfa çıxaq 30 bucağı iti bucaqdır. Yəni 90-dan kiçik, 0-dan da böyükdür. Alfa 120-dən kiçik, 30-dan böyükdür. Alfanın maksimum tam qiymətini soruşur. Cavab olacaq 119 dərəcə. 4 nömrəli misala baxalım. ABSD yine trapeziyadır. A'yı ve B'yi tembölenlerdir. Buraya bir alfa alfayı yazaq. Burada bir beta beta yazaq. AD'ni 12, SD'ni 6, BS'ni 9, AB'ni 21 verir. Ve AYB bucağını soruşur. Gəlin biz demek hemen trapeziyanın kenarda bir dənə də çəkək. Demek A'dır, B'dir, C'dir ve D'dir. Burası 6'dır, burası 12, burası 9, burası da 21'dir. Gəlin neyniyək? C nöqtəsinin AD tərəfinə paralel xətt çəkək. Ümumiyyətlə trapeziyanın 4 tərəfini 4-də məlumsa bu şeyləri eləmək lazımdır. Buna paralel çəkdiyimə görə bu CY parçasını. O zaman trapeziyanın onsuz da oturacaqları paralel idi. O zaman ADSY bir paralelogram olacaqdır. Paralelogram qarşı tərəfləri bərabər olur 6. Bura 12 ise burada 12'dir. Onda YB'ye 21'den 6 çıxanda 15 qalacaqdır. 9, 12, 15 üçbucağı 3, 4, 5'in 3 misli olduğuna göre uşaqlar. O zaman düz bucaqlı 3 bucaqdır ve düz bucaq 90 derecedir. A bucağı gördüğünüz kimi 2 alfadır. Onu burada da işaretleyek. B bucağı 2 betadır. Onu burada da işaretleyek. Ve uygun bucaq olan bura 2 alfa ise burasına da 2 alfa yazırım. Ve 2 alfa ile 2 betanın cəmi neye beraberdir? Çünkü artık 3. bucağımız 90 olduğuna göre 90'a beraberdir. Onda alfa ile betanın da cəmi alfa ile betanın da cəmi 45 olacaktır. Demek ki tapdıq ki bu alfa ile bu betanın cəmi 45'tir. Onda x bucağı neçə dərəcə qalacaqdır? 135 dərəcə qalacaqdır. Doğru cavabımız olur C. Növbəti misalımıza baxalım uşaqlar. Yine yaygın olan misal tipidir. A bucağı 62, B bucağı 56 verip DS 4'tür, SB de 7'dir. Dövlət İmtahan Mərkəzinin test obusunda buna uygun bir misal var. C nöqtəsindən yine AD'ye ya da ki D nöqtəsindən BC'ye paralel xətt çəkək. Yəni içəridə paralelogram quralım. Bura bir Y nöqtəsi yazıram uşaqlar. Demek ki AD'ni mən C'ye paralel çəkdim. Trapezin oturacaqlar onsuz da paralel idi. Onda aldığımız bu 4 bucaqlı paralelogramdır. Paralelogram ise burada 4 ise karşı tərəflər bərabər burada 4'tür. 62 ise onda bakın bu SYB bucağı da 62 derece olacak uygun bucak anlayışına göre. 62 156 gələndə 120 118 edir. 180'dan da 118 çıxanda burası 62 qalacaq ve gördüğünüz kimi bu da bir 62'lərə göre necə üçbucaqdır? Bərabər yan üçbucaqdır ve yan tərəfləri BC ve BY'dir. O zaman bura 7 ise burada 7 olacak ve AB'ni soruşun misal bizden 4 ile de 7'nin cəmi AB'miz olacaq olmuş. Növbəti misalımız ABCD bir trapeziyadır. A'yı tembölendir ve BC tərəfinə perpendikulyardır. AD'miz 9, SD'miz 4'tür ve AB'nin uzunluğunu tapın. Yani böyle oturacağı soruşur. Bunu götürerek kesebilirim burada bakalım. Fikir verirsiniz bu AY parçası hem tembölendi hem de hündürlüktür. Bu tabii ki hansı figurda biz istifade edebiliriz bu cümleni? Üç bucaqda. Çünkü üç bucaqda tembelen ve hündürlük üstüne düşürse en azı o hem de çevrilip medyan olurdu hem de o üç bucağı biz beraber yanlış bucak değildi. O zaman bunu üç bucağı tamamlayak. Yani şuralar bu AD ile BC'nin uzantısının yukarıda kəsişərək bir Y nöqtəsində. Y nöqtəsi var. Biz de buna isteyirsiniz F nöqtəsi deyək. Buna F nöqtəsi dedik. Ve uşaqların diqqətlə baxsaz AY parçası hem tembölendir hem de hündürlüktür. O zaman bu üçbucaq necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. Bərabər tərəflər də AF ilə nədir? AB'dir. O zaman burası x ise AF'imiz de x olmalıdır. Bura x ise burada x olması için bura qalacaktır. X minus 9. Ve trapeziyanın oturacakları birbirine paralel olduğuna göre o zaman üçbucaq AFB yani böyük üçbucaq oxşardır üçbucaq DFC'ye. DFC'ye. O zaman x'in x minus 9'a nisbəti, əslində bu da bir bərabər yanlış bucaq olacaq. X'in x minus 9'a nisbəti bərabərdir.
x'in 4'e nisbəti. Yan tərəfin yan tərəfə, oturacağın oturacağı. X'in 4'e nisbəti. Buradan x'imiz 9 bərabər 4'ten x'imiz ne oldu? 13 oldu və böyük oturacağımız oldu 13. Doğru cavabımız oldu bəli. Növbəti misal, eyni misaldır bu əslində. Əslində bunu belə eləmək istədim. DS'ni A20 uzantısına uzana qədər, kəsrənə qədər uzatmaq lazımdır. E, Burası alfadır, burası alfadır. Bura bir F nöqtəsi yazaq. Z tərfinə görə daxil çarpaz bucaqları burada alfa olacaq və bu gördüyünüz üç bucaq bərabər yanlıdır. Burada 9 ise burada 9 olduğu için bura oldu 5. Burada bu müsaade var. Yani bunlar oxşar üçbucaqlardır. Perpendikülər hətta düzbucaqlı üçbucaqlardır. Bundan da çıxış edib misalın həllinə getmək olar. Keçdik növbəti misala. Yəqin ki, belə də həll eləmək olar. Bilmirəm dəqiq, amma bir yolumuz bu idi. Növbəti misalımız abesti bir yenə bərabər yanlı trapeziyada görürsünüz bu dəfə. Oturacaqların verib diagonal uzunluğunu soruşur. Diagonal uzunluğu soruşur. Gəlin o bərabər yanlı trapeziyamızı kənarda çəkək. Burası 2'dir, burası da 8'dir. Biz ki beraber yan tarafta hündürler çekirdik. Ve böyle oturacaqdaki kenar əslər birbirine beraber. Bura 2'dir, bura olur 3, bura olur 3. Ve uşaqlar, indi o hündürlərdən birini pozuram mən. Misal deyir ki, diagonalı uşaqlar. Yan tərəfə perpendikülərdir görürsünüz. Bura 90 derecedir görürsünüz. O zaman biz bu hündürlüyü tapa bilərik. H beraberdir kök altı emin düsturuna göre. H beraberdir kök altında emin düz bucaklı üç bucakta. Bakın bu hündürlüktür. Bu da onun projeksiyalarıdır. Demek H'ımız neye beraberdir? Kökün altına 3 bırak 5'e kök altı 15. Ve burası oldu kök altı 15. Misal bize bu diagonal uzunluğunu soruşur. X soruşur. Ve Pifagor teoremine göre x'in kvadrat beraber kök altı 15'in kvadratı plus 5'in kvadratı. 25'in ise de 15 gene kök altı 40 gelir. Yani 2 kök altında 10 eləyəcək. Növbəti misalımıza baxaq. Düzbucaqlı trapeziya verilir. F nöqtəsi yenə orta nöqtədir. Orta nöqtə deyəndə siz dərhal paralel xətt çəkməlisiniz. Ya F nöqtəsinə oturacaqlara paralel xətt çəkə bilərsiniz. Ya da ki, AD var. Belə də bir paralel xətt çəkə bilərsiniz. İşimizə hansı yarayacaqsa ondan getməli təbii ki. İndi gəlin F nöqtəsi orta nöqtə olduğuna görə oturacaqlara paralel xətt çəkək. Oturacaqlara paralel xətt çəkək. Təbii ki, Fales teoreminə görə bu F nöqtəsi orta nöqtəsi onda bura bir T yazsam T nöqtəsi də orta nöqtə olacaq. Ümumiyyətlə AD-ni bizə nə verib? Burası 3'tür, burası da 21'dir. AD'miz bizdə uşaq 24'tür. Onda T nöqtəsi orta nöqtə olduğuna görə AT bərabərdir 12'ye, TD də bərabərdir 12'ye. AT'miz 12 ise burada olacaq 9. Onda bu 21'i pozuram. Burada nə olacaqdır? 12 olacaqdır. Uyğun bucaq anlayışına ya da daxili bütər bucaqlara görə bax bu bucağı 90 dərəcə yaza bilərəm və düz bucaqlı üç bucaq görürsünüz. Gibi 15 katı 9 olduğuna görə digər katı da 12 olacaqdır. Belə ilə orta xəttin uzunluğunu biz 12 tapdıq. O zaman oturacaq 6, digər oturacaq x 12 bərabərdir. 6 plus x bölü 2, x'imiz nə oldu? 18 ya da x star 6 vayda artırsa onda bu da 6 vayda artacaq. 12 üstü 6 yine 18 eləyəcək. Doğru cavabımız oldu 18. Növbəti misalımıza baxaq. Yenə bərabər yanlı trapeziya verilib bizə. Diagonal uzunluğunu soruşur. Yəni sadə bir misaldır. 4'tür, 6'dır, 6'dır, burası da 10'dur. Demək hündürlərimizi çəkdik xəyalən. Bura 4'tür, burada olacaq 3, 3. Onda bu hündürümüzün uzunluğu nəyə bərabərdir? Bu hündürün uzunluğu H beraber kökün altına 36 çıxaq 9. Yani kök altı 27'den 3 kök 3. Ya da ki 30, 60, 90 bucağı da var. Burası da tabii ki 3 kök 3'tür. O zaman hemen hündürüyü çəkirəm buradan. Burası 3 kök 3'tür. Burası da gördüğünüz kimi uşaq 7'dir. Bakın buranın uzunluğu 7'dir bizdə. Bunda Pifagor teoremine göre x'in beraberdir 3 kök 3'ün kvadratı plus 7'nin kvadratı. 27 ise 49 gələcəksiniz. Eləyəcək 76. O da 4 bırak 19'un 2 kök altı 19. Doğru cevap oldu D bəndi. 11 nömrə misala baxaq. Y nöqtəsi yenə orta nöqtə verib. Orta nöqtədən oturacaqlara paralel xətt çəkək. Çəkdim. Paralel işarəsi mütləq bildirək şəkildə.
Onda fales terimine göre onda bu F nöqtəsi orta nöqtə olacaqdır. Misal oturacaqların cəmin 20 verib. Baxın A, B ilə C-nin cəmi 20'dir. Onda orta xətt nəyə bərabərdir? 10'a. Bura 10'dur. Buranın 90 verdiğine göre onda düzbucaqlığın digər katı 6 oldu. YF orta xətti olduğuna göre onda təbii ki SF 6 ise onda FB'miz 6'dır ve o bizden böyük yan tarafı soruşur. Cevabımız oldu 12. Növbəti misalımıza baxaq. Bərabər yanlı trapesiya verilib bizə. Oturacaqların birinin 6 verib. Bura alfa yazıram, bura alfa yazıram. Onda oturacaq üç bucaqlar bərabər. Burada oldu 2 alfa. Alfa 2 alfa 90 var. 30 60 90 üç bucağı. Burası 30'dur. Burası 60'tır. Burası da onda 30 olur. Daxili çarpar bucaqlara görə onda burada 30 yaza bilərəm. Onda bura nə olacaqdır? 120 olacaqdır. Bərabər yan tutuşan biri də burada əmələ gəldi. 30 30'da 6 6'dır. Onda bura 6 ise yan tərəflər bərabər burada 6'dır. 30'un qabağı ise 90'ın qabağı da 12 olacaqdır. Sadə bir misaldır. 12 nömrəli misala baxalım. Yenə düzbucaqlı trapesiya verilib bu dəfə və Y nöqtəsi DC'nin orta nöqtəsidir. O zaman yenə orta nöqtədən oturacaqlara paralel xətt çəkək. Oturacaqlara paralel xətt çəkən kimi Fales teoreminə görə təbii ki onda bu da ortaya bölünəcəkdir. Yarıya düşəcək. 6 6 uşaqlar. Bizden BS'ni soruşur. BS'ye gəlin biz x yox 2x yazalım. Onda təbii ki onda bu orta xəttimiz nəyə bərabərdir? Bura bir f hərfi yazsam. Orta xətt y bərabərdir 6 plus 2x bölü 2. Yəni 3 plus x-a bərabərdir. Burası oldu 3 plus x uşaqlar. 3 plus x. Misal deyir ki BS BY bərabərdir. Yəni bura 2x yazılmışsa burada 2x'tir və burada Pifagor teoremi görürsünüz. X plus 3'ün kvadratı üstəlik 6'nın kvadratı bərabər 2x'in nəyi kvadratı. X yine 5 olanda Pifagor ətləri alınır. 8'in kvadratı, 6'nın kvadratı, 10'un kvadratı. X oldu 5. Onda BS'miz nə olur uşaqlar? 10 olacaqdır. Növbəti misalımıza baxaq. ABCD bir düzbucaqlı bərabər yanlı trapesiyadır. Diaqonallar da perpendikülər verib. Oturacaqlar cəmi 12 verib. Bizdən soruşur ki, onun hündürlüyünü tapın deyir. Əslində uşaqlar bərabər yan trapeziyada qəşəng bir qayda var idi. Diaqonallar perpendikülər idisə, hündürlüyü oturacaqların cəminin yarısına, yəni hündürlüyü oturacaqların ədədi ortasındadır. Düzbucaqlı trapeziyada həmin qayda əgər diaqonallar perpendikülərdırsa, hündürlüyü oturacaqların həndəsi ortasına bərabərdir. Həndəsi ortasına bərabərdir. Yaxşı, təbii ki, bu qaydanı biz şəkildə də göstərən, ta ki bu qaydanı bilmirik. Bura A yazıram, bura B yazıram. A ilə B-nin cəmi nəyə bərabərdir? 12'ye bərabər oturacaqlar cəmi. O zaman mən D nöqtəsindən AC diaqonalına paralel xətt çəkirəm. Yəni çöldə paralelogram qurmağa çalışıram. Bunu paralel xətt çəkdim uşaq bura. Burada bir Y nöqtəsi yazıram. AC-ni D-yə paralel çəkdim. Onsuz da DC də A'ya paralel idi. Onda bu gördüğünüz figür paralelogramdır. Paralelogram da bilirsiniz ki qarşı tərəfləri bərabər bura adı sonunda burada A yazacağım. AC diagonalı bilirsiniz ki bərabər yanlı trapeziyada diagonallar bərabərdir. Yəni AC nəyə bərabərdir? BD-yə bərabərdir. Hər ikidən D yazıram. DB-yə də D yazıram. AC-yə də D yazıram. Paralelogram qarşı tərəfləri bərabərsə AC D isə onda YD də D-dir. Gördüğünüz kimi bu gördüğünüz üçbucaq beraber yanlı üçbucaq oldu. Söhbət YDB üçbucağında. Hətta uyğun bucaq anlaşımı 90 hara köçəcək? Bura köçəcəkdir. Demək, hətta o beraber yanlı düzbucaqlı üçbucaqdır. Özü hibridonuz da nəyə bərabərdir? A plus B'yə bərabərdir. Misal bizə trapeziyanın hündürlüyünü soruşur. Təbii ki, trapeziyanın hündürlüyü elə düzbucaqlı trapeziyanın hündürlüyü olacaqdır. Beraber yanlı düzbucaqlı üçbucaqda hündürlük həm də mediandır. Median ise möhtəşəm üçlüdür. A plus B bölü 2, A plus B bölü 2, burada A plus B bölü 2. A plus B'miz de 12 olduğuna göre hündürlüğümüz neçə olacaqdır? 6 olacaqdır. Növbəti misalımıza baxalım uşaqlar. Demək, yine düzbucaqlı trapeziyadır. Demək verib ki Y nöqtəsi BC'nin orta nöqtəsidir. Lap gözəl. AC diagonal DY parçası onu yarıya bölür. Böyük oturacağı 24 hündürlüğü 16 verip misal bizden CF'i soruşur. Yine Y nöqtəsi orta nöqtə olduğuna göre mən Y nöqtəsindən oturacaqlara paralel xətt çəkirəm. Əvvəlcə axıra qədər çəkmirəm. AC-nin kəsənə qədər çəkirəm.
Bakın buranı yazdım. Bura bir T nöqtəsi yazıram. Bunu oturacaqlara paralel çəkdiyimə görə artıq uşaqlar Y nöqtəsi orta nöqtəsi, ona T nöqtəsi də AS'nin orta nöqtəsi olacaq. Falesə göre Y ortadırsa T də AS'nin orta nöqtəsi. Yəni AT nəyə bərabərdir? TS'yə. Yəni mən T'yə orta xətt deyə bilərəm. Kimin orta xətti? ASY üçbucağın orta xətti deyə bilərəm. O zaman bura 24 ise T'imiz olacaq 12 uşaqlar. İndi bax bu üçbucaqlara diqqət edin. Bu üçbucaqlar qum saat əmrinə gətirir. Oxşar üçbucaqlardır. Hətta daha dəqiq kongruent üçbucaqlardır. Niyə? Baxın bura alfadır. Daxil çapraz bura da alfadır. Alfanın qabağındakı tərəflə alfanın qabağındakı tərəf bizi eyni verir. Yəni oxşarlıq əmsalı A-nın A-ya nisbətidir. Yəni bura bir A yazsam, bura bir A yazsam oxşarlıq əmsalı 1-ə bərabərdir. Yəni üçbucaq uşaqlar DFC oxşar yox, hətta kongruentdir üçbucaq TFY-yə. Kongruent ise onda F'in qarşısındakı F bucağın qarşısındakı T'ye 12 ise bakın burada da F bucağın qarşısında DC də 12 olacaq. Çünki bərabər bucaqların gördüyü tərəflər də bərabər. Burada oldu 12. Və uşaqlar biz artıq parallelogram nədir? Trapesiyanın orta xəttinin uzunluğunu tapa bilərik. 12 plus 24. Çünki kiçik oturacaq 12 oldu. Böyük oturacağı özü vermişdi. Topladım, böldüm 2'ye. Trapeziyanın orta xətti olacaq 18. İndi gəlin bu TY parçasını axıra qədər uzadalım. Yəni AD tərəfini kəsənə qədər uzadalım. Uzatdım uşaqlar. Təbii ki, onda bura bir M nöqtəsi yazsam, M nöqtəsi də orta xəttdir, orta nöqtədir. Kimin AD-nin? Falesə görə bu yarıya bölünsə M-nin AD-ni yarıya böləcək. Baxın, bura nədir? Bura bərabərdir. Onda bura olur 8, bura olur 8. Sonra uşaqlar orta xəttimiz 18 olduğuna görə onda bura nə qalacaqdır? 6 qalacaqdır. 6 qalacaqdır. Kimə MT-yə 6 qalır? Çünki ümumi orta xəttim gördüyünüz kimi 18 ya da ki bura 12 isə bu da 6 olacaqdır. Sonra uyğun bucaqlaşma burada 90 dərəcə yaza bilərəm. Pifaqor teoreminə görə bax burada Pifaqor teoremi var. Bura olur 10. T nöqtəsi dedik ki AC-nin orta nöqtəsidir. T nöqtəsi AT 10'dursa, bakın AT 10'sa TS'miz də 10'dur uşaqlar. Axı bu üçbucaqlar kongruent üçbucaqlar danışdıq. Bu üçbucaqlar bu iki üçbucaq, yəni DFC ilə TFY kongruent olduğuna görə o zaman bura bir beta yazsam Z'e göre burası da betadır. Yani beta'nın karşısındaki x, beta'nın karşısındaki x'e beraberdir. Buralar birbirine beraberdir. AT'miz 10'sa TS'miz de 10'dur. O zaman burası 5'tir. Burası da 5 olacaktır. Böylelikle S parçası oldu 5. Çok qəşəng bir misal. Növbəti misalımız 5'dir, 4'tür, 8'dir. Yani DAB bucağına bir alfa yazsam, ABC bucağına bir beta yazsam, alfa ile de beta ancak bize ne verir? 120 derece verir. Yine C nöqtəsindən ya da D nöqtəsindən A, B, C'ye ya da C nöqtəsindən A, B, A, D'ye paralel xətt çəkək. İçeride paralelogram yaradaq. Buna paraleldir. Burada buna paraleldir uşaqlar. O zaman paralelogram qarşıda beraber olun. Burada 4 olacaktır. Bura 5 ise burada 5 olacaktır. Uygun bucaq alanlaşma bura alfa ise onda burada alfa olacak. Alfa ile beta ancak 120 ise onda S bucağına yani bura bir Y hərfi yazsam Y, S, B bucağına 60 derece kalacak. Biz YB parçasını Kostelar teoremindən tapa bilərik, amma Kostelar teoremi çox da məşhur bir teorem deyil, belə deyim. B nöqtəsindən uşaqlar iti bucağı 60 dərəcəni zədələmədən B nöqtəsindən A-S'yə ya da ki Y nöqtəsindən B-S'yə perpendikulyar çəkək ki 30-60-90 bir şey yaransın. 8 cütərdə olduğuna görə mən Y nöqtəsindən daha doğrusu B nöqtəsindən C-yə perpendikulyar çəkdim. 90'ları hər iki dəfə qeyd edək. O zaman bura 60, bura 90 ise bu bucaq 30 derecedir. 90'ın qabağı 8 ise 30'un qabağı 4 olacaktır. Onda bura 1 qalacaq. Çünki tamamı 5'tir. 30'un qabağı 4 ise 60'ın qabağı 4 kök 3'tür. Və Pifaqor teoreminə görə x ne olacaq? X deyəndə bu YB parçası ne olacaktır? 1'in kvadratı plus 4 kök 3'ün kvadratından 7 eləyəcəkdir. YB'miz 7'dir. AY'miz de 4'tür. Misal bize AB parçasının uzunluğunu soruşur. Oldu olmuş.
Növbəti misalımıza baxalım. Abesti bir yenə trapesiyadır. Demek ki bura 15, bura 20'dir. Y nöqtəsi tembelənlər verib alfa alfa yazıram. Burada beta beta yazıram. Bildik ki 2 alif ile 2 beta'nın cəmi nəyə bərabərdir? 180'e bərabərdir. Alif ile beta'nın cəmi də 90'a bərabərdir. Demek bura bu SYB bucağı düz bucağıymış uşaqlar. Yine Y nöqtəsindən mən oturacaqlara paralel xətt çəkmək istəyirəm. Burada bir istəyirsiz F hərfi yoxdur, bir F hərfi yazalım. Oturacaqlara paralel işarəsini burada qeyd edin. Təbii ki, daxil çarpaz bucaqlar anlayışına görə burası alfadırsa, burası da alfa olacaqdır. Və avtomatik burada bərabər yanlış bucaq əməli alfalara görə. Eyni qayda ilə bilmirəm lazımdır yoxsa yox uşaqlar. Bu bizə lazımdır yoxsa yox, baxaq uşaqlar. Yaxşı, Z tərifinə görə burası betadırsa, burasına da beta yazıram uşaqlar. Daxili çarpaz bucaq anlayışı. Onda burası da nə oldu? Birbirine bərabər oldu. Yəni başqa sözlər uşaqlar, bu YF parçası düzbucaqlı üçbucağın alfinə beta'nın cəmi 90 dərəcə olduğuna görə bu SYB üçbucağı düzbucaqlı üçbucaq. Çünki alfinə beta'nın cəmi 90'dır. Başqası bu Y parçası nə oldu? Median oldu. Möhtəşəm üçlü 12,5, 12,5, 12,5 yaza bilərik bunlara. Amma məncə ehtiyac yoxdur. Gəlin belə yazaq. Əsas ki, buranın 90 dərəcə olmasını gördük uşaqlar. Pisagor teoreminə görə onda BY nəyə bərabərdir? 25'in kvadratı çıxaq 15'in kvadratı. 3, 4, 5, 5 misli neçə eləyir? 20. Burası oldu 20 uşaqlar. Burası oldu 20. Başqa sözlə bu üçbucaq özü də bərabər yanlı üçbucaqdır, görürsünüz. Bu üçbucaq AYB üçlə bərabər yanlıdır. Bura alfa alfa demiştim. Bura beta beta demiştim. Ve alfa ile beta'nın cəmi 90 yadınıza saxlayaq. Bu bərabər yanlı üçbucaq olduğu gibi bura betasa, burada bir beta yazıram istəyirsiniz. Və uşaqlar, bura perpendikülər çəkirəm. Bilirsiniz ki, uşaqlar tembelən üzərində götürmüş nöqtədən, baxın, bucağın tembeləni varsa, bu tembelən üzərində götürmüş nöqtənin bucağın tərəfindən perpendikülərlər çəksəz, kongruentdən əmələ gəlir, bilirsiniz bunlar. Bu tembeləndirsə, onda bu kongruent parçanın uzunluqları birbirine bərabər, perpendikülərin uzunluqları birbirine bərabərdir. O zaman Y nöqtəsindən mən AB-yə perpendikülər çəksəm və Y nöqtəsindən BC-yə perpendikülər çəksəm, bu perpendikülərin uzunluqları birbirine bərabərdir. SYB düzbucaqlı üçbucağın düzbucaq təpəsinə hipodonuzun hündürü çəkdim. Bax, bura H-dır, onda bura da H-dır. Düzbucaqlı üçbucağın katilləri və hipodonuzun bəlli olduğuna görə söhbət SYB-dən gedir. Onda bu hündürümüz nəyə bərabərdir? A vuraq B bölə C düsturuna görə 15 vuraq 20 bölə 25. O da eləyir uşaqlar 5 ekstra yaparsam 3 kalır. 5 ekstra 5 kalır. 5 ilə 20'dən 4 12 eləyir. Baxın, bura 12 ise onda burası da 12'dir. Çünki tembeləndir bu. Bu da tembelən üzrə bir nöqtədir, Y nöqtəsi. Bura 12, bura 20 ise Pisagor teoreminə görə burası 16 olacaq uşaqlar. Bax, bu gördüyünüz düzbucaqlı üçbucaqdan. Bu bərabər yanlı üçbucaq olduğuna görə onda bu hündürlük həm də mediandır. Bax, bu da buna bərabərdir. Burada olacaq 16 və AB oturacağın uzunluq olacaq 32. Maraqlı sual idi. Növbəti misalımıza baxaq. Bir trapesiya verilib, yəni 12, 16, 8 və 28 verib oturacaqların. Misal bizə bir ixtiyari parça çəkib onun uzunluğunu soruşur. Yenə də uşaqlar, mən D nöqtəsindən CB-yə paralel xətt çəkmək istəyirəm. Y nöqtəsindən CB-yə paralel xətt çəkmək istəyirəm. Yenə də D nöqtəsindən. Paralel işarəsini mütləq vurğulayalım. Trapesiyanın oturacaqlar onsuz da paralel idi. Yəni bu gördüyümüz dörtbucaqlı paralelogramdır. Paralelogram qarşı tərəfləri bərabərdir, onda bura 16'dır. Bura 8 ise bura da 8'dir. Misal bizə YB-ni 18 verdiğine görə onda bura nə qalır? 10 qalır. 12'dir, 16'dır, 10'dur, 10'dur. A, D, F üçbucağına diqqət etsəz, A, D, F üçbucağı. A, üstündən gedirəm hətta. A, D, F üçbucağı. AD'miz 12'dir. DF'miz 16'dır və AF'miz də 20'dir. Təbii ki, gördüyünüz kimi bu üçbucaq necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır və D bucağı düzbucaq təpəsidir. Düzbucaqlı üçbucaqda gördüyünüz kimi bu DY parçası mediandır. Median ise möhtəşəm üçlüyə görə onda
Burada olacaq 10. Misal bizə DY-ni soruşur, cavabımız oldu. Növbəti misalımıza baxalım uşaqlar. Demək, düzbucaqlı trapesiya verib BD-nə deyə tənbölən vermiş. Alfa alfa yazan bura. Daxili çarpı bucaq anlayışına burası alfası, burası da alfadır. Demək, bu bərabər yanlı üçbucaqdır. Burası da oldu x. 8-i və 16-nı 8-ə bölsəm, 1 və 2 alınır. Pifaqoru necə eləyir? Kök 5. Nəyə bölmüşdümsə həmin əddə vururam. Onda BD hibridonsumuz oldu 8 kök 5. 8'e böldüm 1 elədi, 8'e böldüm 2 elədi. 1 ilə 2-nin Pifaqoru kök 5'tir və 8'e böldüyümə 8'e vurdum. Bu bərabər yanlı üçbucaqdır. Yeri gəlmişkən ADB üçbucağında kosinüs alfa nəyə bərabərdir? ADB üçbucağında kosinüs alfa bitişik katetin hibridonuzlar nisbətinə bərabərdir. Yəni 16'nın 8 kök 5'e, yəni 2 bölək kök 5'e bərabərdir. DSB bərabər yanlı üçbucaq olduğuna görə C nöqtəsindən oturacağa, yəni DB tərəfinə oturacağına hündürlük çəkirəm. Bu hündürlük həm də mediandır. Bərabər yanlı üçbucaq olduğuna bura oldu 4 kök 5, bura oldu 4 kök 5. O zaman bu üçbucağa yenə kosinüs alfanı tətbiq etsəm, kosinüs alfa nəyə bərabərdir həmin üçbucaqda? Bitişik katetin, yəni 4 kök 5'in hibridonuzlar nisbəti, x-a nisbət. 4 kök 5 bölü x. 2 bölək kök 5 bərabər 4 kök 5 bölü x. 2x bərabər 20'den x'imiz nə oldu? 10 oldu. Bizdən də x soruşurdu. Çox qəşəng sual. Növbəti misalımıza baxaq uşaqlar. ABC bir trapesiyadır. Demək ki, CF FB'nin 3 misildir. CF FB'nin 3 misildir. CF FB'nin 3 misildir. Bura bir 3A yazsam, bura bir A yazacağım uşaqlar. Misal bizdən nəyə soruşur? Kiçik oturacağı soruşur. Y-də oturacaqlar paralel hər hansı bir parçadır, uzunluğu da 13'dür. C nöqtəsinin AD ya da D nöqtəsindən BC-yə paralel xətt çəkək. Mən buradan çəkdim paraleli. Burada bir Y nöqtə, T nöqtəsi olsun uşaqlar. O zaman bunu buna paralel çəkdiyimə görə və trapesiyanın oturacaqlar onsuz da paralel idi uşaqlar. Onda burada çoxlu paraleloqramlar mənə gəlir. Bura x-dir, burada x-dir, burada x-dir. Onda bura qalır 13 minus x, burada olur 16 minus x. Və uşaqlar, bura bir M hərfi yazsam, təbii ki, MF TB'ye paraleldir. Özü verir məsələdə bunu mənə. Onda üçbucaq TSB oxşardır üçbucaq MCF-ə. Yəni gördüyünüz bax bu üçbucaq oxşardır nəyə? MCF-ə. O zaman 16 minus x'in 13 minus x'a nisbəti bərabərdir 4A'nın da 3A'ya nisbəti. A'lar gedir. Demək ki, 48 çıxar 3x bərabər 52 çıxar 4x'dan x'imiz nə oldu? 4 oldu. Doğru cavab oldu B bəndi. Misalın ikinci bir yolu da var. Sadə bir yolda əslində. Demək, bura A verib, burada 3A verib. Yəni, CB yan tərəfi oldu 4A. Mən ADSB, ABCD trapesiyasının orta xəttini çəkmək istəyirəm. Təbii ki, bu F-dən biraz yuxarıda olacaq. Orta xəttini çəkdim. Burada istəyirsə bir MN yazaq. Orta xətt olduğuna görə onda bura 4A atsa 2A 2A olacaq. O zaman mən bunu bölürəm. Bunu pozuram. Bu CN-imiz 2A olacaq. MB-imiz də 2A'dır. Onda bu NF A qalacaqdır. NF A qalacaqdır. Sonra da indi nə edək bizə? Bu Y parçasına diqqət etsəz, AMNB trapesiyasının orta xətti oldu. A-lara diqqət etsəz, bu Y parçası AMNB trapesiyasının orta xəttir. O zaman MN'in uzunluğu nəyə bərabərdir? 13, 16'dan 3 vayd artıbsa, onda bunun 3 vaydlarında burası olacaq 10. Demək ki, bu MN'in uzunluğunu 10 tapdıq. Bu 10 da ADSB, yəni böyük trapesiyanın orta xətti görürsünüz. O zaman 10 ilə 16 arasındakı artım 6 vaydsə, onda x ilə 10 arasında artım da 6 vayd olmalıdır. Onda x olacaq 4. Ya da ki 10 bərabərdir. X ilə 16'nın cəminin yarısı x'imiz oldu. Növbəti misalımıza baxalım uşaqlar. Demək, trapesiya verilib, bərabər yanlı trapesiyadır hətta. Yəni, demək, yan tərəfləri 20'dir, oturacaqları da 40'dır. Yeri gəlmişkən bura alfa yazıram, bura beta yazıram. O zaman 2 alfa ilə 2 beta'nın cəmi nədir? 90'dır. Daha doğrusu 180'dir. Alfa ilə beta'nın cəmi 90'dır.
Onda bura neçə dərəcəli bucaqdır uşaqlar? 90 dərəcəli bucaqdır. Demək bu düz bucaqlı, üç bucaqlı misalda bizdən Y nöqtəsindən BC-yə Y nöqtəsindən BC-yə qədər məsafəni soruşur. Bura perpendikülər, yəni tapmaq, çəkmək lazımdır. Uşaqlar yenə qaydamızı tətbiq edək. Hansı qaydamız? Baxın, əgər bu tənböləndirsə, tənbölənin üzərinə bir nöqtə qeyd olunubsa, tərəflərə perpendikülərlər çəkəndə bu perpendikülərin uzunluqları konqruentdən bir-birinə bərabər olur. O zaman bakın B'ye bir A, B, C bucağının tembeləndir və Y nöqtəsi o tembelin üzerine götürmüş bir nöqtədir. Y nöqtəsindən BC perpendikülər çəkəndə, hansı ki onu soruşur, görürsünüz. Onda Y nöqtəsi AB'yə də perpendikülər çəksəm, bu perpendikülər uzunluqlar bir-birinə nə olacaq? Bərabər olacaq. Eyni qayda ilə S'ye bir tembeləndir. S'ye bir tembeləndir, baxırsınızmı? Kör bucaqdır. S'ye bir tembeləndir. Y nöqtəsindən CB'ye perpendiküler çəkirəm. Onda yukarıya da çəksəm, bu perpendikülərin uzunluqları birbirine beraber olacaq. O zaman Y nöqtəsindən CB'ye perpendiküler çəkilib. Onda CD'ye de perpendiküler çəksəm, bu perpendikülərin uzunluqları birbirine beraber olur. Başqa sözlə Y nöqtəsində uşaqlar, trapeziyanın hündürlüyü yarıya bölünür. Görürsünüz bu trapeziyanın hündürlüyü, çünkü burada 90, burada 90 ise bunlar yeri gəlmişim bir düz xəttin üzərində yerləşir. 90'lar cəmi 180'de olduğuna göre. Demek biz trapeziyanın uşaqlar hündürlüyünü tapıb 2'ye böləcəm. Çünkü bura A'dırsa, bura da A'dır, bura da A'dır. Gəlin trapeziyanın hündürlüyünü tapaq. Çünkü yan tərəflərində verib oturacaqların da 20, 28, 40 hündürlüyü çəkilən uşaqlar. Bura oldu 8. 40'dan 8 çıxanda 32 2'ye bölsəm 16, 16. Ona Pifagor teoreminə görə burası olacaq uşaqlar 12. Elə mi? Demək 40'dan 8'in 32, 16, 16. Bura 90 ise 20 ise 16, bura oldu 12. Demek hündürlük oldu 12. Ümumi hündürlüğü 12 ise onda bu A oldu 6, 6, burada 6. Demek Y nöqtəsindən BC-yə qədər məsafəni soruşur, cavabımız oldu 6. Belə uşaqlar, ümid edirəm ki, bunlar sizin üçün xeyirli olacaqdır. Növbəti videolarımız yenə davam edəcək. Uğurlar olsun.